Hele bir yaşa 30 il burada heç kim yaşamıyıbdı. Öz-özünə belə dağılır. Yox, özünə dağılmır ki, gedək gör dəmirləri töküblər, bax, balqonu evə gedin baxın. O aşağıda. Yox, minə yoxdur, artiv var. Heç nə yoxdur qızım, axşamadan dövlət biz oralarda yallı gedirik. Gəlin gedək, minədən qorxma. Erməni sonra qızım. Bax, o otağı erməni tikir. Bax, buranı. Buranı erməni düzəlir. Amin. Bax, aşağıda vayelimiz olubdur. Evlər aralanda vayelimiz, bax, orada olub yazıqlar. Pəncərələri də bağlayıblar. Tank, top, o değişikli dağına çıxasınız. Bax, müharibə burada. Allah şəhidlərimizə, o 20 neçə dənə şəhidimiz var. Qəbristanlıqda, orada, bax, burada, boğuldu qızım, burada. 44'te yoxsa 92'de? Yox, bu təzəl üçün ikinci müharibədə. İkinci müharibədə. Allah ilhama dəyməsin. Allah ordumuzu qorusun qızım. Xudavənd Kərim Allah İlhamə, Erdoğana dəyməsin. Mən qoca olsam da, düzdür, bey savad olsam da, mən keçmişin adamı, Sovetin adamıyam. Mənim atam 45-in müharibəsində 3 il əskəriyə gedib, elə qaydan zaman müharibə başlayıb. 5 ildə müharibədə olub. Atam 8 il Rusiyetin torpaqlarında olubdu. Gəldi, çox da yaşamadı. Bədən hamısı iskop idi. Hamısında iskop idi, daha çox yaşamadı. Sənin adın nədir? Aycan. Adın nə oldu? Mənim adım Aysabadı, başına dur. Yönün ad qoymayıblar ki, bir ay doğandan, gün doğandan qoymayıblar, səriyədən zaten qoyublar Aysabad. Çox gözəl. Allah sənə can sağlığı versin. Sağ olun. Uzun ömür versin. Baxın, gəl gedək, mənim alaçığımı da çək. Gəl. Sən aparacam itim yox, bir şey yox. Xoşum gəldi sizdən, Allah sizi qorusun. Gəlin, sizə də bir çay qoyacam, içəsin. Yox, gedirik. Hara gedəysiniz? Bax, oraya çox onu qoymuşam ki, gəlin. gələn. Yuxarıda olandır, o köy rəngdə. O sənin evindir. Yox, qonaq evindir. Gələn orada. Deyirəm, kim gəlsin, lazım olsa gəlin gedək baxın. Nədir orada, nə var? Sən burada yaşırsan, indi orada qalırsan, gecə gündüz, harada qalırsan? Burada qalıram, orada qonaq evindir. Qızım, oranı düzəltmişəm, qonaq. Gedək, baxaq. Orada yatın, düzəltmişəm. Və indi qocayam da, cavan da deyiləm da, 75 yaşım var, nənə qurban. Sizi 100 yaşayasınız. Onu ondan ötən düzəltmişəm ki... Sən hardan çıxırsan da sonra? Biz buradan çıxırıq. Buradan? Bax, buradan görüb çıxa biləysin. Çəkə, yönü belə bax. Görsən, xaraba qoy ver məni. Erməni hər yeri xaraba qoy. Siz Bakıdan gəlirsiniz. Kəlbəcərə gedin. Mən zəngin olmayam. Özdən də anam, tam sarıldan. Bax qızım, onu elə belə. Elə deyirsən, gələm, hamı tutacaqsın da. Pulsuz ye, biz pulla zəb eləmir. Gücüm buna çıxır. Bu yerlərində var. Malacis, nərəsi? Yatmaq üçün elə. Allah sənə ürək və görə versin. Ay nənə. Ki, elə altına kənd yeri da döşəmişim. Ki, gələn burada yatsın, dincəlsin. Allah ömür versin. Sağ ol, başım canım. Allah hamımızı qorusun. Kənd buradan qəşəngdir. Nə gözəl görünür. Bax, deyilənlərə görə o yoncalı yalının başından, o yalın başından kant deyilən nə deyil. Aha. O göylə gedənlər nə deyil. Hə, kant, hə. Ona açacaqlar. Hə. Tutuyu. Qanatda. Mən tapdım, görsən. Eləyəcəklər. İsti suyu işə salacaqlar da. İnşallah. İş gedəcəkdir. Nə qədər evlərdə. Onlar, əzizlər, dostlar. Gözəlliyə baxın. Nənənin dalıcı qaçır. Bir yoncalı yalın. Böyük kənddir. Bax, kəndimizin o dağın ətəyində. Buradan ən böyük kənd heç harda ola bilməzdi. O vaxtı buraya 2 hafta biz işləyirdi Bakı ilə buraya. İkisi Laçına işləyirdi, hələ qaral Onun kökü zəngilanlıymış. Buranın da adın İşıqlı rayonu qoymaq istəyirdilər. Sonra vəziyyət alınmadı da. Nə, ondan sonra, dünya dəyişildi qızım, sizə qurban olun. Çəkiliyor, dərdik. Ama Zəngilan hansı kəndindən idi? Sen Zəngilan hansı kəndindən olmuşsan? Gəziyəm. Gəziyəm. Dağlarımın yukarı sallara, vətənimin bahar sallara.